Bəzi yaxşılıqlar var, ola bilər imanın göstəricisidir, ola bilər yox. Yaxşı əməl, yaxşı əxlaq, ibadət, namaz, oruc ola bilər ki, iman göstəricisi olsun, ola da bilər olmasın, yaddan çıxartmayın. Sözümü bitirirəm. İnsan müəmmalar arasında qalıb. İnsan müəmmalar arasında qalıb. Kərbəlada o qədər fədakarlıqdan sonra İmam Hüseyin ağa meydana gedəndə xanım Zeynəbə bilirsiniz nə dedi? Məni dua elə ki, Allah görüm hələ qəbul eləyəcək ya yox. Həzrəti Zeynəb o boyda qurbanın başı üstə deyəndə, ilahi bunu bizdən qəbul elə. Müəmmadır, müəmma. Kərbəla şəhidlərinin hamısı axır dəqiqəyəcən nigarandır ki, görəsən nə olacaq axırımız. Deməli, din adamı narahat eləyir, din adamı nigaran eləyir. Bax, bunun həll yolunu deyim, sözümü bitirim. Bəli, din insanı narahat eləyir. Bəs deyirsən, din insana aramlıq verir axı. Din insanı həm də rahatlaşdırır. Əla bi zikrillah tətməinnul qulub. Qəlblər Allahı yad etməklə aram olur. O insan ki, özünə arxain olub aramdır, o heç nə, batdı o. İnsan aramlığa gedən yol nədir? Gedən yol nədir? Sözümü bitirirəm. Bax, bura diqqətlə qulaq asın. İnsanın aramlığa, rahatlığa gedən yolu nədir? Bax, budur. İnsan gəlir Allahın qapısına hər gün mühasibə eləyir. Mühasibə elədikcə eyiblər üzə çıxır. Baxır, görür ki, başdan ayağa eyibdir, nöqsandır. Başdan ayağa xəstəlikdir. Deyir ki, mən təslim, əllərini qaldırır, deyir, mən bu halımı düzəldə bilməyəcəm, mən aciz. İlahi, mən aciz, mənli deyil, mən bacaran iş deyil bu. Özünü islah mənim bacardığım iş deyil, təslim, özündən ümidsiz olur nigaran, bəs necə çıxsın vəziyyətdən? Elə ki, özündən ümidsiz oldu, deyir, ilahi, amma sənə arxayınam, sənin gücün çatar mənə, sənin gücün çatar. Özümü həvalə elədim sənə, məni düzəltsən, sən düzəldəcəksən, ondan sonra aramlıq gəlir qəlbimə, ondan sonra rahat olur. Çatdıra bildim? İnsan özündən ümidsiz olur, naümid olur, bilmir nə olacaq, bilmir imanı var, yoxdur. Yaxşı əməlinə baxır, bilmir imandan qaynaqlanır ya küfürdən. Bilmir, heç nə bilmir, bu suallar arasında sərgərdan qalır, narahat qalır, baxır özünə deyir, bu sualların heç birinin cavabını bilmirəm. Mənə qalsa mən batdım, burada dayanmasın, amma bu təhlükəlidir. Bu ümidsizlikdir. Ümidsizlikdən sonra birdən baxır Allaha, görür başının üstündə qüdrətli, rəhimli, mərhəmətli, mehriban, hər şeyə gücü çatan Allah. Ona sığınır, deyir, ilahi, öz canımı, ruhumu, nəfsimi sənə həvalə elədim. Düzəlt, bunu sən islah elə, bunu sən düzəlt. Bax, bu halı yaratsa insan özündə aramlığa çatar. Mühasibə bu halı insana bəxş eləyir, bu halı insana verir.